Ve bu yine biz Beynəlxalq Tədris və Elmin İnkişafı Akademiyası olarak Azərbaycanda şəxsinin təhsili, karyeranın, inkişafın, inovasiyanın və bir çox əsas stratejik əhəmiyyətli hədəflərin inkişafı üçün əlinizdən gəldiyicə imkanlarımız daxilində önəmli addımlar atmağa çalışılır. Eynilə də Cənab Prezidentimizin bir siyasetle gedirik və biz Gənclər Qurultayında, Gənclər Qurultayında da Cənab Prezidentin bildirdiyi kimi Azərbaycan gəncliyi üçün karyera, inovasiyalar, texnologiyalar və digər inkişaf amilləri çox önəmlidir və bu bizim beynəlxalq mövqedə gücümüzü möhkəmləndirəcək və hər bir gəncimiz üçün parlaq gələcək yaratmağa imkan yaradacaqdır deyə bildirmişdir və biz də Cənab Prezidentimizin bizə yol verdiyi və göstərdiyi strategiyalar ilerleyerek elimizden geldiğince bu gençlere destek olmaya çalışıyoruz. Faaliyet döneminde dünyanın birçok yeriyle biz online təhsil imkanları yarattık. Yani birçok sahədə biz kurslar və seminarlar təşkil elədik. Ama əlbəttə işlədiyimiz dövrdə ilerledikçe biz de gördük ki təhsildə də karyerada çok büyük inkişaf olabilecek önemli mövqelər var. Bizim əsas fərdi sahəmiz indiyə kimi oldu. Psixologiya sahəsi, ümumi psixologiya sahəsi, şəxsi inkişaf, ümumi psixologiya ilə bağlı bir çox sahələr bizim əsas fərdi sahələrimiz oldu. Amma indi onunla da yanaşı həm də mənim şəxsi bacarıqlarımla və şəxsi çalışmalarla da üstləmişdir. Görürük ki, digər sahələrimiz təhsil mərkəzində əlavə edib genişlənmək istəyirik. Çünki dövr, yəni müasir dövr artıq inovasiyalar və texnologiyalar dövrdür. İnsan yetişdiyi zaman əlbəttə onun üçün kamillik olarak özlük, inkişaf da önemlidir. Eyni zamanda onunla beraber dövrün istiqamətini tutmaq və dövrün nəslini tutmaq da önemlidir. Ona göre biz həm də slaytlar edəcək. Slaytlarda biz həm tarihdən olan akreditasiyalarımızdan da danışacağız, əməkdaşlıqlarımızdan da danışacağız.